Dəyərli izləyicilər, bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Qeyd edeyim ki, bugün mart ayının 3-üdür. İranda bəzi məhsulların ixracına qadağan qoyulub. Belə ki, İranın Kənd Təsərrüfatı Nazirliyi yumurta, pomidor və xurma ixracını qadağan edib. Global Net xəbər verir ki, bu barədə İran Gömrük Administrasiyası məlumatıya bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi hazırki xüsusi şəraitdə ölkə bazarında qiymətlərin tənzimlənməsi məqsədi ilə bir sıra məhsulların ixracına qadağa tətbiq edilib. Qeyd olunan məhsulların ixrac qadağası qeyri-müəyyən müddətədək davam eləyəcək. Əlavə eləyək ki, ötən gündə İran kartofunun qadağan edilməsi ilə bağlı, hansı ki bu ixrac qadağasıdır, ixrac qadağasının edilməsi ilə bağlı da xəbərlər var idi. Xatırladaq ki, fevralın 17-sində Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra Birləşmiş Ştatlar İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və yaxın şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirir. Qeyd edək ki, fevralın 26-sında Cenevrədə İran və Birləşmiş Ştatlar arasında İranın nüvə proqramı ilə bağlı danışıqların 3-cü raundu keçirilib. Birləşmiş Ştatlar prezidenti Donald Trump administrasiyasında baş tutan görüş vəziyyəti diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmadı. Tehran uranın zənginləşdirilməsini dayandırmadığı və dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina etdi. Fevralın 28-də isə səhər saatlarında İsrail və Birləşmiş Ştatlar İrana hərbi hava hücumlarına başladılar.